Qədim tarixə, zəngin mədəniyyətə sahib olan Qafqaz, dünya sivilizasiyasının ən qədim izlərini özündə yaşadır. Avrasiya materikində yerləşən bu diyar, Azıq mağarası, Qobustan qaya rəsmləri ilə bizə qədim əcdadlarımızdan xəbər verir. Antik müəlliflərdən Plutarx, Qafqazın aborigen əhalisi haqqında bəhs edərkən yazır ki, Pompey Qafqazda yaşayan xalqların ərazisindən keçdi. Orada bu xalqlardan ən başlıcası Albanlar və İberlər idilər. Albanların Azərbaycanlıların soykökü, İberlərin isə Gürcülərin əcdadı olduğunu nəzərə alsaq, belə bir sual ortaya çıxır. Bəs ermənilər harda yaşayırdılar? Bu suala erməni tarixçisi İşxanyan 1916-cı ildə yazdığı Narodnosti Kafkaza əsərində cavab verir. Ermənilərin həqiqi vətəni Kiçik Asiyadır. Yəni Rusiya hüdudlarından kənardadır və ermənilər Qafqaz ərazisinin müxtəlif hissələrində yalnız son əsrlərdə məskunlaşmışlar. İşxanyan, Narodnosti Kafkaza. Birinci Dünya Müharibəsinin başladığı dövrdə Çar Rusiyası Andranik Uzanyan, Hamazasır, Avetisyan, Hayk Pjakyan, Styopa Lalayan və onlarla erməni zabitini yetişdirərək Türk cəbhəsinə göndərdi. Osmanlı torpaqlarının şərq hissəsində yaşayan əhalini qızışdıraraq onları dövlətə qarşı xəyanətə sürüklədi. Oktyabr hadisələrindən sonra Qafqazın sovetləşdirilməsi problemi Rusiya bolşeviklərinin qarşısında duran aktual məsələlərdən idi. 1917-ci il dekabr ayının 16-sında Petrograd Xalq Komissarları Soveti öz iclasını Qafqazda vəziyyət haqqında məsələyə həsr etdi və Bakı Sovetinin sədri Şaumyan Qafqaz üzrə fövqəladə komissar təyin olundu. 1918-ci ilin qanlı mart hadisələrində Stepan Şaumyanın bilavasitə iştirakı Azərbaycan qəzetinin 8 oktyabr 1918-ci il tarixli nömrəsində dərc edilmiş yazıda təsdiq edilə bilər. Orada göstərilir ki, Bakıda və Azərbaycanın qəzalarında daşnaqların vəhşiliyi o qədər dəhşətli idi ki, bu cinayətləri təsdiq etmək üçün xüsusi quberniya komissiyası təşkil edilmişdi. Martın 18-də sübh çağı Şamaxı ətrafında top atəşləri eşidilməyə başladı. Aydın oldu ki, gecə ikən şəhər ermənilər, şimal-şərqdən isə Malakanlar tərəfindən mühasirəyə alındı. Şamaxı əhalisinə qanlı divan tutan ermənilər 8000-dən artıq dinc Azərbaycanlının qanını tökdülər. Şamaxı qəzasının 72 kəndi erməni hərbi birləşmələri tərəfindən dağıdılıb yandırıldı. Ermənilər qarşılarına çıxan kəndləri, ovaları, yurd yerlərini dağıdıb yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları qəddarcasına qətlə getirirdilər. Tədqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnaq bolşevik birləşmələrinin sayı 5000-dən artıq olmuşdu. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tutmuşdular. Quba şəhərində 4000-ədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin 1/5 deməkdir. Mayın 2-də Quba meydanında 150 nəfər Azərbaycanlı güllələdilər. Onları xərəklərə doldurub, məscidin sol cinahındakı zibillikdə üst-üstə qaladılar. 12 nəfər 8-9 yaşlı,
16 nəfər 16-17 yaşlı uşağın başını kəsib, cəsədlərini Qudyalçayın başlanğıcında Qızılqayadan atdılar. Mayın 3-də şəhərin mərkəzi və yuxarı hissəsində Qudyalçayın üst sahilində bağda 12 dar ağacı qurulur və insanların Ermənilər Qubada törətdikləri cinayətin izini itirmək məqsədi ilə insanları kütləvi şəkildə şəhərdəki hamama doldurdular. Qaynar suyu açıb onları isti buxarla qovurdular. Yaşlı, cavan, qadın, körpə demədən vəhşicəsinə öldürdülər. Quba qəzasında ermənilərin həyata keçirdiyi soyqırım tarixin ən faciəli dəhşətlərindən biri kimi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası tərəfindən 1918-ci ilin aprel-dekabr aylarında son dərəcə dəqiqliklə araşdırılıb və bu faciənin dəhşətlərini əks etdirən sənədlər bugün Azərbaycan Dövlət Arxivində qorunub saxlanılır.